Gəlirsən, məsəl üçün, əməliyyat açmaq istəyirsən, aça bilmirsən. Bloklanma gedir, qorxursan. İtirməyə fokuslanmaq lazım deyil. İtirməyə, bu siz necədir? Bu prosesin özüdür. Bax, burada robot kimi hərəkət eləməlisən sən. Bu sualı həmişə özümüzə veririk də biz. Yenə tələsdim. Mən stop olanda ancaq özümü günahlandırıram. Biraz gözdə də, təsdiq yox idi axı. Niyə girdin orada əməliyyata? Düzdür, elə olur ki, sən düz idin. Trump gəldi, sənə səhv çıxartdı. Bu heç. Bu başqa söhbətdir. Stop olmaqla problem olmur. Amma sən dalbadal stop olanda artıq bu sənə həqiqətən də dəyir. Özə fon hesabında olanda görürsən ki, o sən dediyin söhbət 5200-dən 4700-ə düşmək, bu $500 itki deməkdir. Bu da bu balans üçün çoxdur da, yəni 5000 deyil axı bizim balansımız, 500-dür. Biz $500 balansla hərəkət edirik. Hərəkətinə baxanda biz görürük ki, bu dəqiqə qızıl bizdə sıl gedir, düzdür. Biz yeniləməmişik heç bir sahəni. Götürək hanı bizdə orada o? Qızıl favoridir. Qızıl, mən bəzən qızıl barəsində nəsə deyəndə elə bilirlər mən qızılı sevmirəm. Əslində qızılda mən pul itirməmişəm. Qızılda ancaq mən qazanmışam. Qızıl. Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz bazara analiz eləyəcəyik və bizim yeni açılmış möhtəşəm analitika qrupu haqqında məlumat verəcəm sizə. Ona görə də videoda nəyisə qaçırtmamaq üçün videoya sona qədər baxmaq lazımdır. Çünki sizin üçün çox möhtəşəm xəbərlərimiz var. Az öncə gördüyünüz kadrlar bizim qapalı community-dən idi, hansına ki hal-hazırda giriş bağlanıb. Yəni biz əvvəldə qeyd eləmişdik ki, bizdə yerlər məhduddur və bizə lazım olan insan sayını yığdıq. Hal-hazırda bizdə giriş bağlıdır. Ona görə də dostlar, hal-hazırda yararlana biləcəyiniz yeganə fürsət bizim yeni açılmış analitika qrupumuzdur. Hansına ki qoşulmaq üçün sadəcə bizə Instagramda yazmaq kifayətdir. Instagramda özünüz haqqında məlumat verirsiniz. Biz hər adamı qrupa götürmürük dostlar. Ona görə də xahiş edirəm, Instagrama yazanda özünüz haqqında məlumat verin. Biz bilək ki, siz kimsiz, neçə yaşınız var. Çünki bunların heç biri yatırım məsləhəti deyil. Sizin ən azı 18 yaşınız olmalıdır. Bunlar riskli sistemlərdir. Ən azından bura gəlməmişdən qabaq siz riskləri qəbul etməlisiniz. Çünki yenə də qeyd etdiyim kimi bunlar yatırım məsləhəti deyil. Əgər qərar verirsənsə bunun sonluğunu da fikirləşməlisən. Okey, gəlin hal-hazırda bazarın vəziyyətinə baxaq. Bugün çox möhtəşəm bir situasiyalar yarandı. Ümumiyyətlə dünəndən bəri gördüyümüz kimi Euro-USD-də bizdə çox möhtəşəm bir long trend var. Hansı ki burada aşağılardan etibarən ən azı bu zonanı demirəm, amma bu zonalardan etibarən artıq gözəl şəkildə long pozisiyaları yığmaq olardı. Gəlin baxaq bizdə böyük time framelərdən nə baş verir və biz 4 saatlıq time frame'ə baxanda görə bilərik ki, bizdə açıq-aşkar hal-hazırda long trend gedir. Düzdür, bizdə belə bir zona qalıb burada, hansına ki biz gələcəkdə test edəcəyik və bu zonalardan bizdə reaksiya olacaq. Amma hal-hazırda nə qədər ki bu qiymət bizdə long gedir, short axtarmaq mənasızdır. Əgər hansısa bir qırılma baş verərsə, o zaman biz nəyisə baxa bilərik. Gəlin baxaq bizdə qrupda bugün vəziyyət necə olub. Hal-hazırda gözümüzü açan kimi görürük ki, İsmail bəyin möhtəşəm əməliyyatları burada partladır. Əsalını da çəkib təhlükəsiz yerə və çox gözəl bir profitlər var. Gördüyümüz kimi dünəndən bəri bizdə fərqli insanlarda, fərqli hesab növlərində əməliyyatlar gedir və plusda olanlar həddindən artıq çoxdur. Demirəm hamı plusdadır, çünki təbii ki bizim özümüzdə belə minuslar olur. Sadəcə bu həftə həddindən artıq çox yaxşı başlayıb və biz qrupa da baxanda nəzər salsaq görə bilərik ki, əməliyyatlar çox gözəl şəkildə olub. Yəni biz burada görürük ki, HAU-USD var, yeni fon hesabıdır, burada G40-da əməliyyat var, Xauda var $3500 plus, sonra burada artıq brokerdə qeydiyyatdır və s. Burada insanlar bizə suallarını verir. Bura hal-hazırda giriş qapalıdır dostlar. Burada mən öz möhtəşəm əməliyyatımı paylaşmışam. USD GPI-də hansının ki haqqında mən sizə indi danışacağam. Necə o əməliyyatı tutmaq olardı. Burada xırda bir minus olub. Onu da paylaşırıq. Təbii ki minussuz olmaz və gördüyümüz kimi əməliyyatlar buradadır və əməliyyatları paylaşa gedirik. Bizdə burada gündəlik analiz olur. Okey, gəlin indi mən sizə o əməliyyatı da göstərim. Hazır orada göstərmişkən, baxın burada mən qeyd eləmişəm. Əməliyyatda nəyə görə girmişdim? İlk öncə bizdə New York
gəldi. Bura gətirdi qiyməti. Bundan sonra bizdə düşüş oldu və düşəndən sonra mən sadəcə baxın buradan reaksiyanı gözləyirdim ki, qiymət bu zonanı təkrar keçəcək yoxsa yox. Qiymət buranı keçmədi və bu cür iynə ataraq aşağıda bağlanandan sonra aşağı reaksiya verməyə başlayandan sonra baxın yalnız başlayandan sonra hətta gəlin mən bunu sizə 5 dəqiqəlik time frame-də də göstərim bizə aydın olsun. Baxın biz gəlirik bu zonaya. Bizdə burada artıq short trend formalaşır, amma burada hələ ki aydın deyildi. Baxın, biz gəldik, yenidən maksimumu yeniləmədik, düşdük aşağı, burada yığıldıq biraz və yenidən qalxdıq yuxarı. Fikir verin, bu zonanı yeniləmədən başladıq düşməyə aşağı. Mən buradan artıq short əməliyyata keçid aldım və təxmini olaraq bu zonalardan çıxdım əməliyyatdan. O da nəyə görə çıxdım dostlar? Çünki burada bizdə gap var idi və qiymət mənim fikrimcə gəlirdi onu doldurmağa. Yəni buradan reaksiya alıb faktiki olaraq yuxarı da gedə bilərdi. Ona görə də mən profiti garantiləyib oyundan çıxdım. Daha sonra isə biz Asiyada gördük ki, qiymət yenidən aşağı getdi. Frankfurt gəldi, yüngül yerdə qalan likvidliyi yığaraq yenidən düşdü aşağı və burada artıq təkrar testdən sonra Londonda əməliyyata yenidən keçid almaq olardı. Başım qarışıq olduğundan bu əməliyyatı götürə bilmədim, çox peşmanam girmədiyimə, amma dostlarımızın arasından bu əməliyyatı götürənlər oldu. Gəlin baxaq bizdə indekslərdə vəziyyət necədir? Görürük ki, dostlar, GER40 bizdə çox möhtəşəm şəkildə artıq yuxarı trendə çönüb və biz dayanmadan yuxarı gedirik. Yəni buradan artıq aşağılardan biz əgər bu zonadan görürsüz, bura retest zonasıdır bizdə. Bu zonaya gəldikdə artıq ikinci təsdiqdən sonra əməliyyata girsəydik, hansında ki bizdə əməliyyata girənlər olub. Mən çox indekslərdə işləmirəm deyə mən yalan deməyəcəm, mən bu əməliyyatda olmamışam. Amma qrupdakı uşaqlar bu əməliyyatlara giriblər. Düzdür, birdən-birə yox, hissə-hissə. Məsələn, burada take olan var, buradan girib, burada take olan var, buradan girib, burada take olan var. Yavaş-yavaş götürürük. Sonra bizdə DJI 30-da vəziyyət necədir? Burada da eyni long trend gedir. Funt USD var. Hal-hazırda dostlar, bunlar yuxarı gedir. Buradan short girmək üçün burada bizdə konkret olaraq qiymət qırılmalıdır. İndi mən danışım ki, bizdə o dediyim söhbət nə idi? Bizdə dostlar Forex üçün siqnal qrupumu deyim, analitika qrupumu deyim, sizə necə rahatdırsa açılıb, yəni siz biz girdiyimiz əməliyyatlardan faydalana bilərsiniz. Təbii ki, artıq qrupa girəndə bizə Instagrama yazmaq lazımdır və qrupa girəndən sonra nəzərə alın ki, dostlar, biz heç bir qazanc vəd etmirik. Bu sistemlər riskli sistemlərdir. Videonun əvvəlində də dedim. Əgər əməliyyat minus olursa, o bizdə də minus olur. Məndə hansısa əməliyyat plusdur, kimdəsə hansısa əməliyyat minusdur. Yəni minusa gedəndə hamımız birdən gedirik. Xahiş edirəm, yazanda bunu nəzərə alın. Və təbii ki, yenə də tələsmək lazımdır. Çünki biz demişdik ki, Model X-in bir gün qapıları bağlanacaq və bağlandı da hal-hazırda bizdə giriş etmək mümkün deyil Model X-a, yəni əlavə adam götürmürük. Amma yeni yaranan analitika qrupuna bu arada ödənişsizdir, orada sadəcə siqnallar paylaşılacaq və həmən qrupa girmək üçün sadəcə Instagrama yazırsınız. Heç bir ödənişi yoxdur, sadəcə yazırsınız, məlumat alırsınız, sizə məlumat göndərilir. Əgər siqnallardan yararlanacaqsınızsa, təbii ki, sizə müəyyən bir depozit lazım olacaq. Brokerin minimal tələbi, yəni başqa heç bir şey yoxdur. Hamımız eyni brokerdə işləyirik, ona görə də yazanda bunu nəzərə alın. Ay mən burada işləyirəm, ay mən orada işləyirəm, belə söhbət olmasın. Yəni biz artıq ümumi şəkildə bir əməliyyatda işləyirik. Burada da GPI-in indeksinə baxanda biz görürük ki, GPI-in indeksi hələ də short gedə qalıb. GPI-in indeksi bu arada bizdə yüzdə GPI-yə analiz eləyəndə lazım olur. Biz görürük ki, hal-hazırda məsələn yüzdə GPI bizdə aşağıya çönüb. Bu bizdə günlükdə də reaksiya aldı və günlükdə də hal-hazırda short gedir. Gəlin mən bu qrafiki yaxınlaşdırım, bizə aydın olsun. Baxın, bizdə əslində belə baxanda burada bir konsolidasiya zonası var. Hansında ki, biz sadəcə baxın yuxarı aşağı qalmışıq buralarda. Və indi də düppədüz bura kimi gəlmişik. Yəni bunun çönməsi üçün bu gərək gəlib burada minimumu yeniləsin. Tam olaraq günlük qrafikdən söhbət gedir. Ondan sonra biz çox güman ki, artıq short gedə bilərik. Amma yenə də biz əgər sırf olaraq dolların indeksinə baxsaq, Dixi-də də bizdə hal-hazırda shortdur. Amma ümumi baxanda yenə də burada biz həmən bu konsolidasiyanı görə bilərik. Amma bu konsolidasiya da yəni günlük qrafikdədir dostlar. Yəni bunu nəzərə almaq lazımdır ki, aşağı time frame-lərdə burada həddindən artıq çoxlu sayda situasiyalar var.
İndi görürük ki, biz gəlirik yenə də bu zonaya, artıq burada dəstək zonasına gəlirik və buradan artıq reaksiya alıb yuxarı gedəcəyik yenidən ya yox, bunu artıq zaman göstərəcək. Yəni heç kim Trumpın sabah yuxuda nə görəcəyini heç kim bilmir. Ona görə də hər şeyə hazır olmaq lazımdır. Biz bunların hər birinin analizini artıq yeni qrupda paylaşacağıq. Analizini deyəndə, yəni birbaşa Euro-USD long və yaxud da ki USD GPI short nə fikrimiz varsa hər birini paylaşacağıq. Əgər həmən qrupa düşmək istəyirsənsə, bütün bu fürsətlərdən yararlanmaq istəyirsənsə, yenə də deyirəm, aşağıda Instagramı saxlamışam. Sadəcə Instagrama yazmaq lazımdır. Yəni yazanda da xahiş eləyirəm, sadəcə ciddisinizsə yazın. Yəni boş-boş vaxt itirənlər yazmasın. Onsuz da yazan çoxdur, yəni vaxtımızı boş-boşuna almayın, xahiş eləyirəm sizdən. Buna görə də sadəcə aşağıda link saxlanılıb, oraya yazırsınız və məlumat alırsınız. Analizə davam edirik. Gördüyümüz kimi hələ ki vəziyyət belədir. Bu vəziyyət axır əvvəl çönəcək və çönüşləri də necə bilmək olur? Təbii ki, biz hansısa normal time frame-də, yəni belə deyim, çox insan qrafiklə dirəşir, dirəşməyə ehtiyac yoxdur. Baxın, əgər qiymət deyək ki, lap ümumi long gedir. Bax, hər dəfə maksimumlar yenilənirsə və artıq bu yuxarıdan, yəni bu minimumu yeniləmədən short gələ-gələ gəlirsə, buradan hər dəfə long girməyə ehtiyac yoxdur. Ya sən buradan short girib bu lokal hərəkəti götürürsən, hansını ki məsləhət görmürəm. Ya da ki, burada hansısa bir qırılma baş verməmiş, bax belə bir şey. Bura long girməyin mənası yoxdur. Bax, bu səhvi dəfələrlə insanlar eləyirlər və hər dəfədə qayıdacaq ümidi ilə gözləyirlər. Bəlkə qayıtmadı. Bax, bəlkə buradan sən long girmirsən, deyirsən ki, okey də, korreksiyadan qayıdacaq. Bəlkə bu Trump çıxdı nəsə dedi, bu bunu buraxdı aşağı. Yəni belə situasiyalar olur. Ona görə də özünüzü qoruyun. Yəni heç kim 5 dəqiqədən sonra garantili deyil. Bax görürsüz burada yavaş-yavaş 15 dəqiqəlik time frame-də, nə qədər də böyük time frame-də bizdə long olsa da 15 dəqiqəlik time frame-də artıq yavaş-yavaş short struktur formalaşır. Bax bu bunu indi gəlib yeniləyəcək. Sonra korreksiya verib yenidən aşağı düşəndə bu hal-hazırda short getmiş olacaq. Yəni çox da burada zona var. Bu buradan potensial olaraq reaksiya alıb qalxmalıdır. Bax, reaksiya alıb qalxanda girərsən. Hələ ki reaksiya almayıbsa, bu short gedir. Yəni bununla dirəşməyə ehtiyac yoxdur. Bu səhvi çoxlarınız eləyirsiniz, yəni eləməyə ehtiyac yoxdur. Siqnallardan da yararlanmaq istəyənlər Instagrama yazırlar və məlumatlarını alırlar. Bu videodan bu qədər. Sizi qrupda gözləyirik. Bundan sonra çalışacağıq artıq həftədə daha az video və daha keyfiyyətli video. Daha çox əməliyyatlardan xəbər tutmaq istəyənlər artıq qrupda olmalıdırlar. Hər birinizə uğurlar, növbəti videoda görüşənədək.